Zaman çox qəddar, amansız bir varlıqdır. Zaman dayanmır bir an. Saxlamaq mümkün deyil. Xahiş, yalvarış eşitmir. Heç kim ona hakim ola bilmir, o hamıya hakimdir. Həzrəti İsa'nın anası Həzrəti Məryəmdir. Həzrəti Məryəmin çox dəyəri var Allahın yanında. Həzrəti Məryəm bir çöllükdə oturub, Əzrail əleyhissalam gəldi, dedi ki, getməliyik. Deyir ki, mən təslim, mən razıyam. Amma onlar bir əzi yubanaq, oğlum gedib İsa əleyhissalam, oğlum da Peyğəmbərdir. Həzrəti İsa gedib mənim üçün yemək gətirsin, onu görüm, sağollaşım gedim. Əzrail əleyhissalam deyir, ana, vaxt bitdi. Məryəmə fürsət vermir, sağollaşmağa vaxt vermir, fürsət vermir. Kimə? Həzrəti Məryəmə, kiminlə? Həzrəti İsa ilə. O qədər amansızdır. Həzrəti Məryəmə də qulaq asmır, eşitmir.